Hörmətli həmyerlərimiz, qohumlar, dostlar, hamını salamlayıram. Burada qazilərimiz oturmaları salamlayıram. Tədbirə başlamazdan əvvəl şəhidlərimizi, yurt əsrəflər dünyasını dəyişmiş əzizlərimizin xatirəsini bir dəqiqəli sükuna yad edəcək. Allah rəhmət etsin. Ulu Tanrım adına açılıb əllərimiz, sevərək könlümüzü sənə verdik, sənə biz, sənə hey şükr eləsin. Açılan dillərimiz bizə rəhmət ərisin, acımış günlərimiz, amin, amin, ilahi, amin. Sənə hey şükr eləsin, açılan dillərimiz bizə rəhmət ərisin, acımış günlərimiz, amin, amin, ilahi, amin, ilahi, amin. Yetişim dadımıza, bizə yol göstər özün, səni dərk etmək üçün bizə idrak ver özün. Bir-birindən xoş olar ötən hər bir çağımız, günü gündən ucalar bu vətən torpağımız, amin, amin, ilahi, amin. Bir-birindən xoş olar ötən hər bir çağımız, günü gündən ucalar bu vətən torpağımız, amin, amin, ilahi, amin, 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 ilahi, amin. Olalım yurda dayaq, bədəm əllərdən uzaq, bizə örnəkdir bugün yolu əcdadımızın, bizə örnəkdir bugün yolu əcdadımızın. Çəkərəm namusuna ulu Türk adımızın, çəkərəm namusuna ulu Türk adımızın. Ulu Tanrım bizi sən qoru şərdən, çilədən. Ulu Tanrım bizi sən qoru şərdən, çilədən. Ulu Tanrım bizi sən qoru şərdən, çilədən, amin, amin, ilahi, amin, amin.
biz Laçın rayon Alxası kənd sakini Nazir Məmmədovun Yumruq boyda dünyanın sirləri kitabının təqdimatı münasibətilə Xırdalan şəhər Abşeron Mədəniyyət evinə toplaşmışıq. Dəyərli vaxtınızı ayırıb bizimlə birgə olduğumuza görə hər birimizə minnətdarıq. Eyni zamanda bu tədbirin təşkilatında şərait yaratdığına görə Xırdalan şəhər Abşeron Mədəniyyət evinin rəhbərliyinə dərin təşəkkür edirik. Nazir müəllimin şeirlərini götürəndə Nazir müəllim tam gənc yaşlarından şeir yazmağa başlayıbdır. Nazir müəllimin şeirləri götürəndə Alxaslı nağılları, boş qalmış kəndin nağılları kimi qruplara bölünüyorlar. Əslində Nazir müəllimin şeirlərin hamısı yurt, torpaq, vətən əsasıyla bağlı olan bir şeirlərdir. Buradan əksəriyyət Nazir müəllimin tələbələridir, şagirdləridir. Daha heç Nazir müəllimin şagird olmayan başqa kəndlərdən var, onlar da Nazir müəllim özünü müəllim bilirlər. Yəni, Nazir müəllimdən öyrənmişik vətəni, yurdu sevməyi. Məsəl götürək, Nazir müəllim ağlına gəlməz ki, biz qaşqın olarıq. Yazdığım şeir demək istəyirəm. Deyir, doğma kəndim, bir sevda var başında. Oturmuşam Əzgirlinin qaşında, nələr olur torpağında, daşında, yaddaşında tarixinin anları, kim axtarılar əzəvanları? Doğma kəndim, gəl keçmişdən danışaq, o nağıllı aləmlərə yığışaq, deyirlər ki, yadımdamı o yerlərdə bölüşaq, səhər axşam qarlı atım minərdi, bir də gecə evlərinə dönərdi. Doğma kəndim, keçənlərin dolaşıq, haç özələ əri zarğaç qarışıq, deyirlər ki, bir zamanlar bir aşıq, söz boşubdu şəbəkarda bir gözəlin adına, görən kimin düşəcək yadına. Doğma kəndim, payız uzun çəkərdi, gün batmamış zil qaranlıq çökərdi, qoca nənəm süfrəyə qoz sökərdi, orta ocaq çırtıltı ilə yanardı, çöldə qalan sənəkdə su donardı. Əslində bu Nazir müəllimin çox 70-ci illərdə yazdığı şeydir. Nazir müəllim şeirlərdən çox misallar çəkmək olar. Yəni, indi sonra qaşqınçılıq dövründə mən deyərdim ki, Nazir müəllim mən ilk çoxsadan mən belə olmuşam. Ona görə indi Nazir müəllimin daha bir şeirini səsləndirmək üçün sözü, ləvəsi könül bağlamında verdik. Qarabağı görənlər var, neçə illər həsrət qalıb, saçlarının birin qara, birin ağ görənlər var. Şəhid olan, qazi olan, neçə ərənlər var. Mən nə deyim, Qarabağı görməmişəm, güllərindən dəstə-dəstə, gözəl çələn görməmişəm. Qarabağdan söhbət açıb, babam, nənəm, atam, anam, müəllimim iftixarla deyib bizə, bilin, mən Qarabağdanam. Qarabağda zirvələr var, hələ ayaq dəyməyibdir. Qarabağda yurt yeri var, qapısını hələ heç kəs döyməyibdir. O yerlərə gedəcəm mən, doğma səsə həsrət qalan, o yerlərə gedəcəm mən. Mən atamın, anamın, orada yarımçıq qalan uşaqlıq illərini yaşamağa gedəcəm. Dağını, dərəsini, bəndini, bərəsini, ən uca zirvəsini oxşamağa gedəcəm. Yazı poz işləri ilə gənclik illərdə məşğul olsa da, çap olmaq, kitab yazmaq istəyində olmayıb. Nəhayət yaxın dostları bunu saqqızını uğurlayıb. Təqdimata toplaşdığımız bu kitabı Nazir müəllimin ömrü boyu yazıb. Vətən, yurt həsrətdən qələmlənilmiş bu şeirlər haqqında çox danışmaq olar. İndi isə Nazir müəllimin haqqında bir dənə təqdimata baxaq, ondan sonra qonaqlarımıza söz verəcəyik. Nazir Şirinoğlu Məmmədov 1954-cü ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub. Orta məktəbi 1972-ci il Şuşa şəhər 3 nömrəli internat məktəbində bitirib. Həmin il Azərbaycan Pedaqoji İnstitutunun Xankəndi filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub. 1976-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
Təyinatla Laçın rayonunun Alxaslı kəndi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1977-ci ildən direktor müavini, 1987-ci ildən məktəb direktoru vəzifəsində işləmişdir. 1991-ci ildə Şuşaya köçmüş, orada ixtisas artırma və yenidən hazırlanma institutunun Şuşa filialında metodist işləmişdir. Məlum Qarabağ hadisələrindən sonra 1992-ci ildən Bakı şəhərində məskunlaşıb. Həmin ildən də Azərbaycan Müəllimlər İnstitutunda metodist işləyib. 2016-2020-ci illərdə Azərbaycan Pedaqoji Universitetində ədəbiyyatın tədrisi metodikası kafedrasında müəllim işləyib. Hal-hazırda təqaüddədir, 4 övladı, 7 nəvəsi var. Rəqəmli tərcümeyi hal o qədər asan və sürətlidir ki, amma o illərə, yollara səpələnmiş ömrü vərəqləmək çox çətindir. Nazir müəllim bu kitaba topladığı yazıların əksəriyyətini bələdçi seçib sanki. Bu yazıların içində o dağlarda qalan Nazir də var, bu şəhərə gətirib bitirdiyi Nazir də. Bir də o dağların dərdini çəkə-çəkə saçlarını ağartmış Nazir var. Bəzən dərdləri ilə tək başına qalmaq istəyir. Bir sakit güşə, bir də bir kağız, qələm istəyir. Ömür tərəzidir, bu dünya dərd qəm. Mən də dərd çəkənəm, gərək düz çəkəm. Mənə bir yer verin, bir kağız, qələm, qoyun dərdlərimlə baş-başa qalım, deyir. Kitabı oxuduqca onlar sanki növbələşir. Dərdini daşıya-daşıya, yaşaya-yaşaya oxucularına danışır. Bu şeiri yazanda Nazir müəllimin 32 yaşı var idi. Onda doğma Ağlıxaslı kəndində müəllim işləyirdi. Hardan biləydi ki, tali onu haralara aparacaq. İstədim dünyada bir izim qala. Biləndə ki, gələn bir gün gedəcək, istədim dünyada bir izim qala. Qayıdıb gəldiyim yollara baxdım, bəlkə ümidimə bir özül ola. Dolandı xəyalım aranı, dağı, yada düşdü ömrün düyünü, dağı. İtirdiyim günlər kəsildi yağı, bilməzdim bu qədər bəyazım ola. Hanı qara saçlar, polad biləklər, hanı sevda dolu arzu, diləklər. Getdi ömrün yazı, soldu çiçəklər, istər bundan belə 100 yazım ola. İllər öz yükünü yığdı çiynimə, həsrət gündə bir don biçdi əynimə. Könül olan olub belə göynəmə, istər iki əlin, bir dizin ola. Hər kəsin öz dərdi, öz umacağı, öz əli, öz başı, öz odacağı. Tək özündən aşmır dolanacağı, gərək birinə də o lazım ola. Gözləyə-gözləyə 10 illikləri, xərclədik 30-luq, 50-likləri. Öz-özünə gəlməz gözlədiklərin, istər hesabında düz 100 il ola. Dünya işıqlanmaz günəş olmasa, həyat sönüb keçər bir iş olmasa, insanın ürəyi geniş olmasa, nə fayda dirəyi lap qızıl ola. Bu dərdi açmasam qəlbim alışar, əlim qələm tutsa əlim alışar, dilimlə söyləsəm dilim alışar, dərdimi deməyə bir sazım ola. Hələ qarşıda var neçə dağ, dərə, hələ ümidliyəm bağım bar verə. Ömrümü verirəm gələn günlərə, bəlkə bundan sonra bir sözüm ola. Sizi Nazir müəllimin Yumruq boyda dünyanın sirləri kitabındakı illərə, yollara səpilmiş ömrünü vərəqləməyə dəvət edirik. İndi isə qonaqlarımıza söz verək. Əslində Nazir müəllim qardaşı Hüsnü müəllim burada idi. Hüsnü müəllim o qədər kövrək insandır ki, mən ona söz verə bilməyəcəm. Bəlkə özü də istəmir. Sözü verək Nizami müəllimə. Allah'ımızı hoş görmüşük. Çok sağlam Biraz yapmayız. Nazır müəllim uşaqlığı Yusuf, mən, Fəlli Qazım, hamısı gözüm qavazda kesib. Bizim böyüdüyümüz kənd elə kənd olur ki, kənd bütün hamısı bir-birine qohumlarla olub, onu gördük, burada yarıdan görmürəm. Və Nazır müəllim də bu orta məktəb illəri, ondan sonra gəlib institut illəri, Nazır müəllimin instituta qəbul olmağını ilk bilən mən olmuşam. Onda rəhmətliklər də sağ idi.
işlemezlerimiz vardı. Bizim için çok böyle güleyen bir hadise oldu. Hazretlerimiz buradan başlayan yola sarılıp gitti. Ancak onun esas günleri başladı o tələbəlikdə. Onun esas yaradıcılığı başladı. Onun o arkasından çıkıp geldiği, yerlerde işlediği bu vətən həsrəti onu oyandı. Gördü ki, arkasının geldiğini bilmək lazımdır. Bizim hamımız oradan bölmüşük. Biz de oradan da o arkasıya biz qaçqın olmaz edik. Belki de gene de laqeyd bakardık. Biraz yumuşak bakardık. Ancak indi ona necə deyim, əziz kimi baxırıq. Bir həsrətində olduğumuz bir dünya kimi baxırıq. Amma kənddə bizdən qabaq böyüyenler, onların bizi kimi diplomları olmuyor, savad olmuyor, vəzifəsi olmuyor. Ancak onların âli, yüksək, onların dönmez, belə necə deyim, vətəndən, torpaqdan dönmez ideyası olur, mətinli olur. Nazır müəllim də o kökdən gələn bir qardaşımızdır. Onun o kitabında yazdığı şeylerin her biri Nazır müəllimin qəlbindən axan, necə deyim, hem sevinçti, hem kederdi, hem de məhdikdir. Nazır müəllimin bu kitabı mən de belə istəyirəm ki, bunun gələcəyi olacaq, çünkü artık bu arkasıya qayıdacaq. O dağlarda, bu yaşının bu orta çağında artık o itirilmiş günleri təzə şeylerle dolduracaq. Ben belə istəyirəm ki, Nazirə bu ilə belə bircə dənə varlıq var, onu Allah daha çok versin, can sağlığı, möhkəm can sağlığı. Ve biz hamımız burada oturan, bu zalda oturan, mənim qovmaqlarımla bir yerdə hamımızı Allah kısmet eləyəcək, biz arkasında görüşəcəyik. Orada görüşəcəyik, danışacaq və bir daha deyirəm, arkasını görmək bizdə bəlkə də həqiqətən belə ömrdə, necə deyim, gözəl yaşamağa bir qüvvə olacaq. Ben hamınızı öpürəm, Nazır kardeşimin bu kitabını çok beğenirəm, onun sözleri değil, bunun hakkında büyük fikirler demiyorlar, çok sözler demiyorlar. Burada bu nesilde de Nazır'dan qabaq şiir yazmak, şiir demək olur. Ben o rəhmətlikləri yad eləyərdim, vaxtınızı almıram. Onların da özlərinin öz ünvanı var. Rəhmətli Yalandan müəllimin öz ünvanı var, Kərəmin öz ünvanı var, rəhmətli Cəhrimin öz ünvanı var. Demək istəyirəm, bu təsadüfün bir yarpaq deyil ki, haradasa düşür. Nazırın geldiği kökten bu bədili, bu lirika olub və çox sevirəm ki, bu davam edir. Hamınızı öpürəm, Nazır müəllimə can sağlıqlar dilirəm. Ben bilirəm ki, bu kitabı biz balalarımıza verməli, onlara da hər bir şeyini oxutmalıyıq ki, bilsinlər ki, Nazır müəllim burada ne demək istəyirdi, arzuları nə idi və çəkdiyi əzab vəziyyət nə idi. Nazır müəllim uğurlu olsun, dalı gəlsin, axarlı olsun və bir də alfasına görüşək. Çox sağ olun. Çox sağ olun, Zalmanlı. Bir dənə də sözü verək, Hacı Kövsər müəllimə sözü verək. Əvvəlcə bütün həmyerlərimizi ilaha salamlayıram. Bugün burada bu münasibətlə yığışmış olmaq həqiqətən mənim üçün çox xoşdur. Çünki Nazır müəllim bizim üçün həm müəllim kimi, həm də bir böyük kimi hər zaman nümunə şəxsiyyət olur. Yəni biz birini nümunə çəkməli olanda mütləq birinci o Nazır müəllim olur. Mən özüm də fəxr edirəm ki, ondan dərs almaq fürsətim olub, onunla yaxın ünsiyyətli olmaq fürsətim olub və o günlərdən bəri Nazır müəllimin öz duyğularını necə dərindən yaşadığını mən şahid olmuşum. Düzdür, Nazır müəllimin kitabı bəlkə də Fidos müəllimin bayaqları dediyi kimi bəlkə də biraz gecikmiş bir kitabdır. Amma mən əminəm ki, duyğularını bu qədər dərindən yaşayan birinin sözləri, şeirləri belə aşan, duyğuları, şeirləri belə aşan bir səviyyəyə çatmış olmalı. Ona görə də bugün kitabının əlsiyə gəlməsi həqiqətən çox sevindiricidir. Bizim, belə deyək, Alxaslı cəmaatı, Alxaslı nəsli, kəndi, nə deyəcəyik artıq buna, köklü bir nəsildir, qədim bir nəsildir. Başqaları ünsiyyətli olduğumuz şəxslər bizi barmaqla göstərir, tanıyırlar. Ancaq mədəni fəaliyyətlər baxımından təəssüf ki, o qədər aktif ola bilmirik. Məhz ona görə deyirəm ki, bugün Nazır müəllimin kitabının
təqdimatına toplaşmamız da xüsusi əhəmiyyətli bir gündür. Mən Nazir müəllimi bir daha təbrik edirəm. Təəssüf ki, hələ kitabını mütaliə etmək fürsətim olmuyor. Amma o duyğular, o hissiyat mənə tanışdır. Belə təsəvvür edirəm ki, Nazir müəllimin həmin kitabında indiyə qədər keçirdiyi bu 30 ilin niskini, acısı öz əksini tapıbdır. İnşallah bundan sonra daha fərqli ruhla, daha fərqli duyğularla öz yaradıcılığını davam etdirəcək və biz onun sonraki kitablarını, əsərlərini görmə şansını əldə edəcək. Mən bir daha təbrik edirəm, söz verdiğiniz üçün də təşəkkür edirəm. Sağ olun. İndi bir dənə şeirə yer verək. Biz geri dönürük, bəs ondan necə? Nuray balamıza söz verək, şeiri desin. Bir vaxtlar qar dolu qışımız vardı. Qar topu dolusu yaşımız vardı. Onda Laçınımız, Şuşamız vardı. Biz geri dönürük və sonlar çox. Ömür kino deyil başa döndərək. Ömür nəğmə deyil təkrar dindirək. Ömür pay deyil ki yığıb göndərək. Biz geri dönürük və sonlar necə? Qarmı istəyirəm, qar bəhanədir. Varmı istəyirəm, var bəhanədir. Nə desəm hamısı bir bəhanədir. Biz geri dönürük və sonlar necə? Hər şeyin öz vaxtı, vədəsi varmış. Nöqtəsi, sualı, nidası varmış. Dünyanın çox uzaq adası varmış. Biz geri dönürük və sonlar necə? Çox yürüdüm xəyalların dalınca. Donub qaldım sonda tənha qalınca. Ömrü vərəq-vərəq yada salınca. Biz geri dönürük və sonlar necə? Nazir müəllimin tələbələrisində hansı sənətdə, hansı stildə desin işləyən insanlar var. Və o insanlar da müəllim sənətini həmişə yüksək tutan insanlar olubdur. Onlardan biri bu məclisimizdədir, Rahib Qarayev. Və Rahib Qarayevin Nazir müəllimə verdiyi qiyməti bütün